Ağdam rayonunun Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 55 ailə 224 nəfər daimi yaşamaq üçün doğma yurtlarına, fərdi yaşayış evlərinə köçürülüb. Səhər saatlarında yola salınan keçmiş məcburi köçkün ailələri sevinclərini media nümayəndələri ilə bölüşüblər. İzləyək. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam edir. Bu dəfəki mərhələdə Ağdam rayon Sarıcalı kəndi və Xocalı rayon Ballıca kəndinə növbəti köç karvanı yola salınır. Təzə evimə gedirəm, çox sevinirəm. Bu dəfə Sarıcalı kəndinə 34 ailə 141 nəfər, Ballıca kəndinə isə 21 ailə 83 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlığını bildirir. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər. Ata ocaqlarına dönənlər arasında Əliyevlər ailəsi də var. Sarıcalı kənd sakini Almaz Əliyeva deyir ki, artıq onların arzuları həqiqətə çevrilib. Torpağımızı görürük. Allah'a şükür ki gedirik torpağımıza görəcəyik. Əkəcəyik, biçəcəyik, becərəcəyik. Hər şeyimiz olacaq inşallah. Adam yaşadıkça hər şey olur da. Öz doğma yurduma gedirəm, öz elimə, obama, bütün qohum əqrabam, nəslim hamısı oradadır. Ailəmlə, uşağımla gedirəm orada pravan yaşamağa. Keçmiş məcburi köçkün Solmaz Əliyeva da fərəh və sevinci ilə aid olduğu torpaqlara qayıtdığını bildirir. Onun diləyi ailəsi ilə birlikdə ömrünün sonuna qədər öz el-obasında yaşayıb övladlarının xeyir işini görməkdir. Şükür bu günə. Həmişə toylarda deyirdik ki, gün o gün olsun Qarabağda toyumuz edək. Bax o gün bu gündür. Şükür bu günə ki, biz gedirik torpaqlarımız. Sarıcalı və Ballıca kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır.